Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Açıq Qapı Günü və Giləmeyvə şənliyi keçirilib. 26 may 2026-cı il tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Burada şəhid ailələri, qazilər, rayon rəsmiləri, tələbələr, müxtəlif məktəblərdən müəllim və şagird kollektivləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. İlk olaraq Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov çıxış edərək tədbirin məqsədi və peşə təhsilinin inkişafı istiqamətləri barədə məlumat verib. Bizim üçün çox dəyərli gündür, çünki açıq qapı günüdür. Hər kəsi dəvət eləmişik. Bütün studentlərimizə, bütün emalatxanamıza, ərazimizə baxış keçirilib, tanış ola bilərlər. Daha sonra Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev və Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Nemət Musayev çıxış edərək gənclərin peşə təhsilinə marağının artırılmasının və kənd təsərrüfatının inkişafının vacibliyini vurğulayıblar. Tədbirdə giləmeyvəçilik sahəsində fəaliyyət göstərən 20-dən çox məhsul məhdudiyyətli cəmiyyət iştirak edib. Şirkətlər öz məhsullarını sərgiləyərək iştirakçılara təqdim ediblər. Qonaqlar həmçinin Peşə Təhsil Mərkəzinin istehsalat sahələrinə baxış keçirib, tələbələrin hazırladıqları əl işləri və məhsullarla tanış olublar. Sonda tədbir musiqi proqramı ilə davam edib. Cəlilabada biz tədbirə gələrik. Allah haqqı bir dənə alqışlarlar şaqqıl deyər. Vurun da nə bu alqışlar? Allah sizi sağlasın. Bayram deyir. Gözə sabah Allahsa qurban bayramı. Derbarlı torpağına, tozuna qurban. Ağzımın ləzzəti Cəlilabaddadır. Çörəyinə qurban, duzuna qurban. Xeyrin, bərəkətim Cəlilabadımda, Göytəpəmdə, Masallımda, bu cənub bölgəmdə, Azərbaycanımda, Qarabağımdadır. Neçə ildir yol gəlir, demə gəlir, neçə ildir yol gəlir, demə gəlir, Tədbirdə media dəstəyi İzmedia Az. Samirə İsmailova, Cəlilabad.